Necə ki, siqaret qutularının üzərinə yazılır ha, çəkməyin, zərərlidir. Eləcə də stulların, divanların, kresloların da üzərinə yazmaq lazımdır ki, çox oturmayın, zərərlidir. Çünki siqaret çəkən bir insandan gündə minimum 6 saat oturan bir insan arasında öz orqanizminə vurduğu zərər baxımından elə də ciddi bir fərq yoxdur. Uzun müddət oturmaq ən başda ürək-damar riski xəstəliyindən artırır. Hətta bir araşdırmaya görə gündə 6 saat oturan bir insanın ürək-damar xəstəliyindən ölmə ehtimalı digər insanlara nisbətən 50% çoxdur. Həmçinin metabolizmanı yavaşladır və bədəni piyləndirir. Çünki oturaq vəziyyətdə bədənin kalori yandırmağa çox da ehtiyacı olmur. Ona görə artıq qalan kalorini, enerjini bədən yağ olaraq başlayır depolamağa. Həmçinin uzun müddətdə oturmaq onurğa problemlərinə də yol açır. Çünki oturaq vəziyyətdə qaldıqda belə və boyuna yük düşür. Ələxüsusda bel əzələləriniz zəifdirsə və yanlış poza seçmisinizsə, artrit, yırtıq, skalyoz kimi problemlərə də gətirib çıxarda bilir. Bundan əlavə çox oturmaq beyin fəaliyyətinə də təsir göstərir. Çünki oturaq vəziyyətdə qan dövranı zəifləyir deyə beyinə az oksigen gedir. Elə ona görədir ki, mədəsi boş və hərəkətli insanların beyni digər insanlara nisbətən daha sürətli və daha gözəl işləyir. Ona görə çalışın, əgər oturaq işdə işləyirsinizsə ki, belə baxıram, texnologiya inkişaf etdikcə insanlıq ona doğru gedir, oturaq həyata gedir. Heç olmasa hər yarım saatdan bir qalxın ayağa, bir 3 dəqiqə, 5 dəqiqə gəzinin, əlinizi qolunuzu tərpədin ki, qan dövranınız bərpa olunsun. Sağlam olun, sağlam qalın.